Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Alimol verilişinin növbəti buraxılışı efirdədir. Verilişimizin bugünkü qonağı Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza mükafatçısı laureatı, eyni zamanda Ulduz jurnalının poeziya şöbəsinin rəhbəri Fərqanə xanım Mehdiyevadır. Fərqanə xanım, xoş gördük. Bir daha təşəkkürümüzü bildiririk ki, bizə vaxt ayırdınız. Necəsiz? Çox sağ olun. Çox sağ olun ki, yəni mənə diqqət ayırmışsınız, çox şadam. Fərqanə xanım, bir də uşaq olsaydınız, nə edərdiniz? Ümumiyyətlə, uşaq olmaq istəyərdinizmi? Hərdən mənə elə gəlir ki, hələ mən böyüməmişəm. Çünki yazar adamlar elədir ki, qələm adamları elədir ki, elə həmişə uşaq xəyalında, uşaq təfəkküründə, uşaq ağlında qalırlar. Hərdən mənə də elə gəlir ki, hərdən elə gəlir ki, nə bilim, 100 yaşım var, 150 yaşım var, hərdən də elə bilirəm ki, hələ uşağım, böyüməmişəm. Bir şeirim də var, şairin yaşı olmur, orada o mövzuya toxunmuşam. Əyli bir nakəslərə şam uşaq qalır beləcə, çeynində illər yatır, uşaq qalır beləcə, şairin yaşı olmur. Belə. Uşaqlığınız haqqında nə deyə bilərsiniz? Necə xatırlayırsınız o günləri? Nə bilim, mən də bütün uşaqlar kimi yıxıla-yıxıla, dura-dura o məktəbə getdiyim vaxtlar yadıma düşür. Rəhmətli anamın saçıma lent bağladığı yadıma düşür. Sunkamın ağırlığı, yəni çiynimi əzərdi. Sinif yoldaşlarımla qartopa oynayırdım. Nə bilim, beşdaş oynayırdım. Belə, yəni o uşaqlıq xatirələri çox maraqlıdır. Yəni yadıma düşdükcə inanırsınız ki, belə göyüm-göyüm göynəyirəm. Niyə görə, yəni o uşaqlığı xatırlayanda? Çünki onda hər şey bütöv idi, onda hər şey var idi. Onda bu qədər, yəni həyatın dərdini, ağırlığını, əzabını, yükünü, yəni hiss eləmirdi. Adam elə bilirdi ki, bir quşdur, göylərdə uçur. Bir müəllimim var idi mənim, orta məktəbdə Əli Heydər müəllim. Onda o mən yaşda idi. Deyirdi ki, ay Fərqanə, sən hələ nə görmüsən, sənin illərin qabaqdadır, ömrün qabaqdadır. Mən onda deyirdim ki, ilahi, bu necə, yəni mən nə görə bilərəm ki? Nə görə bilərəm ki, yəni müəllimim mənə belə deyir. Amma sən demə, illər keçdikcə mən onu hiss elədim. Belə. Atam var idi, anam var idi, torpağım bütöv idi. Uşaqlığımı xatırladım, mən niyə kövrəldim? Bizim qonşu kənddə Xocalı kəndi var, Xocalı kəndi. Orada orta məktəb yox idi. Oradan uşaqlar elə bil ki, ibtidai sinifin məktəbi qutarandan sonra gəlirdilər bizim kəndə oxumağa. Biraz aram fərqimiz var idi, o kənd yaxın idi. O Xocalı kəndini onda mən o qədər sevirdim ki, o uşaqları o qədər. Bilirsiniz necə, indi gör illər keçdikcə ürəyimə nə boyda bir yara vurdu, Xocalı ağrısı oldu, Xocalı dərdi oldu, Qarabağımız əldən getdi. Yəni, uşaqlığımı o xoş xatirələrlə xatırlayıram həmişə. Amma indi o Xocalı kəndinin yanından keçə bilmirəm. Belə. Sizə elə gəlmir ki, o Xocalı kəndinin acı xatirələri və yaxud da uşaqlığınızda çəkdiyiniz o acı günlər sizi şair elədi? Onda Xocalı dərdi yox idi. Şair, mən özümə heç vaxt Elşad şair deməmişəm, yəni şair saymıram da özümü. Yəni mən o vaxtlar fikirləşirdim ki, mən şeir yazanda da ədəbiyyatda böyük həvəsimdən məndə şeir yazmağa maraq oyanmışdı. Yəni ədəbiyyat dərsi olmayanda mən dərsdən qaçmaq istəyirdim. Həmin günü ki, elə bilirsin, məsəl üçün ədəbiyyat dərsi yox idi, inan dərsə getmək istəmirdim. Sonra mənim yaradıcılığıma səbəb anamın rəhmətliyin zümzümələri oldu, bayatılar deyərdi. Sonra mənə qırmızı yaylığını boğçadan çıxardıb göstərirdi ki, ay bala, mən bunu heç vaxt başıma örtməmişəm. Niyə ay ana? Deyirdi ki, çünki müharibənin qəlpələri dəydi. Mən, yəni, necə deyim,
qardaşları 41-45-də gedib müharibəyə gəlməmişdi anamın. Ona görə onun qırmızı yaylığı, qırmızı donu boxçasında qalmışdı. Onu ürəyicə geyinməmişdi. Bax, elə şeylər məni şeir yazmağa vadar elədi. Hələ son illərdə də bir şeirim var idi, qırmızı geyinə bilmir anam. Belə. Fərqanə xanım uşaqlıqda ac qalıbmı? Ac qalıb, ac nə mənada? Yəni, ola bilər ki, olub, məsəl üçün, bir bədii kitabı onu oxuyub qutarmayınca mən yəni çörək yeməmişəm. Elə bir aclıq, yəni. Amma mənəvi aclığım nəyəsə həmişə olur. Mənəvi aclıq olur. Amma belə o, məsələn, maddi cəhətdən dedim, mənəvi cəhətdən. Maddi cəhətdən, yox, belə yəni ac, yox, yəni ac qalmaq. Yəni onu mən mənəviyyatımın həmişə Neçə yaşınızda valideynlərinizi itirmişsiniz, ananızı? Hə, anam rəhmətli 2007-də, Allah rəhmət atam da 2009-da, bəli. Allah rəhmət eylesin. Valideyn itkisini belə deyək də dadmış bir insan kimi hansı hissləri keçirdiniz onda ədəbiyyat tərəfdən? Sizdə böyük bir güc, böyük bir qüvvə yarandı mı? Nəsə yazasınız, nəsə o acınızı kağız üzərinə tökəsiniz? Bilirsiniz necə, o bəzən bir müsahibəm var idi. Orada deyirəm ki, yazdığım taleylərdə özüm də yaşayıram. Yazdığım taleylərdə. Hələ mənim atam, anam sağ idi. Məsələn də, mənim bir şeirim var idi, mən baxırdım, elə bir hər dəqiqə, mən anamın sağlığında yazdığım bir şeirim var, bir dəfə anam elə bir, anam 80 yaşında dünyasını dəyişdi, anam qəfil yıxıldı, yəni qolu belə göyərdi də, atam rəhmətlikdə bir nar ağacının budağını kəsdi, ona elə bir əl ağacı kimi verdi. Mən o vaxta kimi elə bilirdim ki, anam cavan gəlindir. O yıxılanda hiss elədim ki, anam qocalıb və Bakıya gələ-gələ bu şeiri yazmışdım. Yəni, sualın cavab ardında deyəcəm. Layla çalıb, dillər alıb, layla çaldı, dillər alıb apardı. Çiyini üstə illər alıb apardı. Sona idi göllər alıb apardı. Baxışına baxamıram anamın. Azı min yol gündə aldı qadamı, kəlmələri ovundurur adamı, Leyli çağı məcnun edən atamı, gülüşünə baxamıram anamın. Əllərini gəzdirəndə saçında, günəş batır təbəssümü saçanda, uşaq kimi qabağıma qaçanda, görüşünə baxamıram anamın. Təndir üstə, ocaq üstə lənciyən, əzəl gündən sevgisini gencəyən, günü gündən addımları sənciyən, yerişinə baxamıram anamın. Bu dünyanın acığına söykənir, obasına, ocağına söykənir, atam yonan ağacına söykənir, duruşuna baxamıram anam. Çox sağ olun Fərqanə xanım. Amma o itki deyəndə, yəni mən anamın taytuşlarını dünyadan köçdükcə elə hiss eləyirdim ki, yəni bu gün məni gözləyir, yəni ölüm əbədidir. Bir gün evimizə qəfil zəng gəldi ki, Hüsniyyə xala dünyasını dəyişib. Mən onu eşidəndə birisi necə diksindim, fikirləşdim ki, Hüsniyyə xala anamın uşaqlıq dostudur, qonşumuzdur, həm də anamın uşaqlıq dostudur və onda da bir şeir yazmışdım ki, payız ömürləri qış alıb gedir, köçabaq yenə də başalıb gedir, dünyanın bir yanı boşalıb gedir, anamın tayları köçür dünyadan. Baxdıqca bu işə vərdiş eləyir, bu dərdi özünə bir iş eləyir, yığıb dərdini paypuş eləyir, anamın tayları köçür dünyadan. Hələ alqış edir ömrə yetdik, baxın ha, əlləri qoynuna bitik, deyir ta dünyanın axırına yetdik, anamın tayları köçür dünyadan. Çevirir başını, balınca gəlmir, sevgili çağları halınca gəlmir, gedən ayaqları dalınca gəlmir, anamın tayları köçür dünyadan. Yoxsu tərsinə yozulur bir-bir, elə bir növbiyə yazılır bir-bir, uşaqlıq dostları azalır bir-bir, anamın tayları köçür dünyadan. Az qalıb haqlasın yaşı 80-i, ara bir dünyaya baxıb 80-ir, yol çəkir gözləri hər ikisinin, anamın tayları köçür dünyadan, atamın tayları köçür dünyadan. Fərqanə xanım,
Təndir müqəddəsdir. Mənim aləmimdə təndir müqəddəsdir. Elə anadan danışmışkən sizin bir təndir şeiriniz var. Bəli. Onu deyə bilərsiniz. Hə, təndir şeiri bax o da məni, o təndir məni yaradıcılığa necə deyim, həvəsləndirib. Mən gözümü açırdım, görürdüm ki, 7 uşaq idik də. Baxırdım ki, anam o təndirin başında necə qovrulur, yanır, təndirin tüstüsü, yəni onun bütün, yəni özünün rəngini, donunun rəngini dəyişir və təndiri çörək bişirəndən sonra anam rəhmətli kür bizə yaxındır Salyandan, mən əslən Salyandanam, gedirdi kürdən şirə çıxardırdı və həmin şirəni təndirə yaxanda deyirdim ki, ana, təndiri niyə şirələyirsən? Uşağam da bilmirəm. Deyirdi ki, bala, təndir şirələməyəndə təndir çat verir. Sən demə, təndirə çörək yapılmayanda təndir çat verirmiş. Və illər keçəndən sonra mən baxdım ki, anam yaşad olub, bu keçid dövrləri oldu, Qarabağ hadisələri başladı. Bütün analar təndirlərdən biraz uzaqlaşdı. Təndirlərə, yəni o çörək yapmaq məsələsi. Bir dəfə kəndə gəndə gördüm ki, təndirimi çat-çatdı. Yəni para-paradır. Keçdim qonşuya, gördüm ki, Günüsə xalan da təndiri elədi. Rəhmətli Hüsnüyə xalan da, Cavar xalan da təndir elədi. Onda mən bu şeiri yazdım. Həmişə fikirləşirdim ki, anamın təndirinə mən şeir yazacağam. Amma yenə düşünürdüm ki, mən bəxtiyaram, mən kiməm ki, mən anamın təndirinə şeir yazam. Yəni, mənim gücüm çatmaz o təndirə şeir yazmağa. Və anamın təndirini çat-çat görəndə və anam da o təndirə baxanda, yəni onun bağır çatlayırdı ki, o təndirə çörək yapa bilmir. Onda mən bu şeiri yazdım. Keçib boğazımız gəlib kəndirə, dərdimiz bəllidir, dərman tapılmır. Evin dalındakı qərib təndirə, gör neçə zamandır çörək yapılmır. Bu uzun-uzadı ömür yolunda, anamla qoşaca çalışıb təndir, ələ düşməyəndə kibrit əvəzi, anamın içindən alışıb təndir. Qaçanda ağlayan uşaq səsinə, əlindən bir-bə-bir düşüb kündələr, beləcə böyüdüb anam bizləri, qəlbinin odunda pişib kündələr. Təndirin tüstüsü çıxanda başdan, anam gözlərindən su çiləyibdi, küt gedən kündəni ovutmaq üçün ərç yanıb təndiri şillələyibdi. Əyninə özgə don geyməyən anam, təndir tüstüsündən yüz don geyinib. Başını bir kəsə əyməyən anam, təndirə çatanda min yol əyilib. Doğma anası tək sevib təndiri, könlünə şipşirin ovqat olubdu. Anam getməyəndə təndirə yaxın, təndirin sinəsi çat-çat olubdu. Kündələr üstündə qıvrılan əllər, bəs bu gün görəsən nələri anır. Bir zaman təndirdə qovrulan əllər, indi ehtiyacdan alışıb yanır. Analar neynəsin? Allahın atda biraz da çoxalıb on küsələri, əriyən azalan ömürləri tək azalır damaqda on kisələri. Təndir anam kimi doğmadı mənə. Mən onu müqəddəs ocaq sanacam. Gün gəlsə olmasa anam həyatda, gün gəlsə olmasa anam həyətdə, mən yanıb közərib təndirdən betər, qaçıb o təndiri qucaqlayacam. Anam yüzə bölər bir tikəsini. Anam mərd önündə dizin qatlayar, damdan əskiltməyin un kisəsini. Amanın günüdür, anamdan qabaq həyətdə təndirin bağrı çərtləyər, bağrı çərtləyər. Çox sağ olun Fərqanə xanım. Fərqanə xanım, öz ailəniz haqqında qısa deyə bilərsiniz? Bir oğlum, bir qızım var. Özüm əslən Salyandan olsam da Gədəbəy torpağına, hərdən zarafatla deyirəm, könüllü əsir düşmüşəm. Gədəbəy torpağına, yəni demək olar ki, o gözəl dağlara, o gözəl yerlərdə, yəni özümə məskən salmışam. Hal-hazırda Bakıda yaşayıram. Sevgi adında bir nəvəm var. Allah saxlasın. Çox sağ olun. Oğlum bu il KPRS Universitetini bitirir, inşallah. Yayda əskər anası olacam. Belə. Yoldaşım, yəni sənət adamı deyil, amma ki şeirə, sənətə çox vurğundur. Belə. Fərqanə xanım, həyatın sizə vurduğu ən böyük zərbə nə olub həyatda? Bilirsiniz, yazar, yenə deyirəm, qələm adamları, hərdən deyirlər xoşbəxt şair, xoşbəxt, nə bilim, düşüncəsi olan adam xoşbəxt insan deyil. Düşünə bilən adam heç vaxt xoşbəxt ola bilmir. Zərbə
biz hər dəqiqə biz bəlkə də həyatın zərbəsini alırıq. Yəni insanların dərdi, cəmiyyətin dərdi, xalqın dərdi, Qarabağ dərdi, valideyn itkisi, qardaş itkisi, nə bilim, zərbə, ən böyük zərbə. Yəni o da haqdır da, ölüm haqdır. Mən ona zərbə də demirəm. Allahdan verilən dərd, yəni həmişə şükür eləmişəm. Özüm 2 il bundan qabaq çox ciddi bir, yəni xəstələndim. Üstünüzə sağlıq, yəni müsahibələrim çıxdı, ömrümə qara kağız almışam. Amma yenə də fikirləşdim ki, anam rəhmətli deyərdi ki, müharibədən qara kağıza gələnlərin özləri də gəldi. Yəni belə ümidlə qarşıladım. Allahdan gələn dərd də gözəldir, bəla da gözəldir. Yəni zərbə deyəndə mən dedim də, qələm adamı o anı hər dəqiqə yaşayır. Xoşbəxtlik yəni tək insan özü üçün deyil ki, mən başqalarının taleyini özüm qədər yaşayıram. Yəni özüm də çəkdiyim əzabı o qədər yəni duyuram. Siz vurğuladınız ki, düşüncəli insan xoşbəxt ola bilməz. Hə, ola bilmir. Fərqanə xanım xoşbəxtdirmi? Yox, xoşbəxtlik anidir. Xoşbəxtlik yəni çox müvəqqətidir. Ümumiyyətlə mən elə gəlir, bəlkə də həyatda xoşbəxt insan yoxdur. Kitabım çıxanda sevinmişəm. Üzr istəyirəm. Yəni evladım olanda sevinmişəm, ana olanda sevinmişəm. Yəni bunlar hamısı anidir. Bəli. Yəni şair kimi durum deyim ki, mən şeir yazıram. Mənə kənardan deyirlər, xoşbəxtsən. Amma mənə elə gəlir ki, yazar heç vaxt xoşbəxt olmur. Oxucu xoşbəxtdir. Dinləyici xoşbəxtdir. Yəni onu dinləyir, o qazanır. Yazar ömrü boyu, yəni o qələm mən elə bilirəm ki, yazarın əlində bir Əzraildə onun həmişə özü vəzifədir. Nə qədər sən güclü düşünməlisən ki, sən o düşüncənin nəticəsində ortaya bir maraqlı şeir qoymalısan. Görsən nə qədər dərdin dərinliyinə, onun yəni içinə girməlisən ki, o yazını sən yaza biləsən. Məsəl da gətirə bilərəm. Buyurun. Məsələn, mənim bir zamanla bağlı bir şeirim var. Yaranmış şeirdir. Məsələn, mən fikirləşirəm ki, nə oyanlıq olam, nə də buyanlıq, nəyə yarayaram bu təbim ilə, zamanı havamı ilə çaldırır, qalxıb oynayıram əsəbim ilə. Səsim qulağına çata ilahi, bir yol ətəyimdən tökəm daşımı, görəsən hayanda salıb qalmışam, hələ axtarıram itəm başımı. Ürək də dediyin süfrə deyilmiş, durub hər çatana aça bilməyə, pulum da yoxdur ki, kəndir almağa, yolum da yoxdur ki, qaça bilməyə. Misra göyərdirəm ətim qanımla, payız buludu tək boşallam, dollam, şeirin ucbatından ölən canımla, özüm öz evimdə kirayə qallam. Nə oyanlıq olam, nə də buyanlıq, nə oda sığınlam, nə də ki külə, zamanı havamı ilə çaldırır. Qalxıb oynayıram əsəbim ilə. Çox sağ olun. Şeirlərinizdən həqiqətən belə deyək də, mənə elə gəlir ki, sizin şeirlərinizin təsiri altına düşməyən insan yoxdur. Sizcə Fərqanə xanım yaradıcılığında belə deyək, bundan sonra nəsə planlayır, yoxsa elə bu qədər yazdı, tanındı, bəs edəcək? Yox, Fikrə Sadıq bizim çox gözəl şairimiz mən haqqımda bir yazı yazmışdı. O payızın yanında gözlərsən məni kitabım çıxandan sonra ədəbiyyat qəzetində onu çap elətdirmişdi. Onun bir yaxşı sözü var, deyir ki, o şairdir ki, gördüyünü gözü ilə tutur. Yəni o mövzu ki, məni narahat elədi, mən yazıram. Amma mən oturmuram ki, planımda yoxdur ki, bu gün mən şeir yazacağam, sabah yazacağam. O mövzu ki, məni narahat elədi, mən o şeiri yazıram. Yəni ona görə də mən hər şeirim bir mövzudur. Yəni eyni şeirlərim mənə elə gəlir ki, heç yoxdur. Hər şeirim bir mövzudur. Gənclərdən, yəni şair kimi, kimləri bəyənirsiniz? Çox istedadlı gənclik yetişir. Mən deyirəm həmişə, bilirsiniz necədir, düzdür, zaman belə olur. Belə ədəbiyyat gənclərin gəlişi ilə yaranır. Gənclər
sonra yaşad olublar, sonra o biri, yəni nəsil gənclər gəlib. Bizim gənc ədiblər var. Sağ olsun Rəşad Məcid, yəni həmişə onlara dəstək olub. Bilirsiniz necədir? İstedad düzdür, anadan gəlmədir, istedad doğulur. Amma gərək gəncliyə də yol açasan, qapı açasan. Gəncliyə də bir istiqamət verəsən. Mən həmişə deyirəm, dərnək, nə bilim bu ədəbi məclislər adamı şair eləmir. Amma ki, gənclər necə deyim, o yığılırlar, ayda bir dəfə görsə o gənc ədiblər, bir-biri ilə görüşürlər, şeirlərini oxuyurlar, müzakirələr keçirirlər. Nə qədər gör onların yaradıcılığında puxtələşmə olur, nə qədər puxtələşirlər. Onların şeirləri dəfələrlə bizim Ulduz jurnalı gəncliyin ixtiyarına verildi, gənclər orada çap olundu. Baxırsan ki, ged-gedə özlərində bir məsuliyyət hiss eləyirlər. Ki, yəni doğrudan da biz cəmiyyətdə bu cür, yəni qəbul olunuruqsa biz daha yaxşı yazmalıyıq. Ona görə mən gənclərdən bəyəndiyim yazarlar çoxdur. Yenə deyirəm, ola bilər ki, 50 dənə gənc var. Amma onun 50-si də şair deyil, 50-si də yazıcı deyil. Amma içində çox istedadlılar var. Yəni birinin adını çəkməsəm incəlik düşər. Amma yəni ad çəkməsəm daha yaxşıdır. Amma yəni ədəbi orqanlarda çap olunurlar. Hamı da bilir yəni kimlərdir. Fərqanə Mehdiyevanın bir şairə kimi sevdiyi şair varmı? Sevdiyim şair, yəni bir dənə deyil. Ən çox sevdiyiniz. Həmişə klassikləri oxumuşam. Yəni 20-ci əsr ədəbiyyatından yəni sevdiyim deyə bilmirəm. Ən çox oxuduğunuz, ən çox sevdiyiniz. Demirəm, Səməd Vurğunu oxumuşam, Bəxtiyar Vahabzadəni oxumuşam. Məmməd Araz sevdiyim şairdir. Deyim, yəni dilimdən düşməyən. Məsələn, Məmməd Araz sevdiyim şairdir. Nəriman Həsənzadə, Fikrət Qoca, ümumiyyətlə yəni bu tanınmış şairlər, imzası yəni o xalq tərəfindən qəbul olunmuş şairlər hamısı sevdiyim şairlərdir. Heç vaxt mən onları oxumaqdan doymuram. Əliağa Kürçaylı sevdiyim şairdir. Yəni Nüsrət Kəsəməlli, gənc, yəni çox bizim gözəl, Vaqif İbrahim mənim sevdiyim şair olub. Belə, yəni çox sayaram, yəni ayırt eləyə bilmirəm. Yəni hərəsinin özünə məxsusluğu var, hərəsinin Ramiz Rövşən sevdiyim şairdir, birisini bizə deyə bilmirəm. Lap gəlib bu günəcən də çıxıram mən sevdiyim şairlər, durum deyim, gənclərin özündə sevdiyim şairlər var. Məsələn, mən istəyərəm ki, Elməddin Necat şeir oxusun, mən qulaq asım. Şahinə Gönlüm şeir desin, mən qulaq asım. Sən öz şeirlərimi sevirəm. Yəni çoxdur, yəni necə deyim, Elçin Aslangil gənc imzalı, Günay Ümid, yəni çox sayaram, Sevinc Yunuslu, bir-birindən ayıra bilmirəm. Yəni istedadlı gənclərimiz çoxdur. Taleh Mənsur var Qazaxdan, çox gözəl şairdir. Rüfət Axundov var. Bilirsiniz necə belə birini deyirəm, biri yadımdan çıxmır deyil ha. Yəni az da deyirlər. Belə. Əgər Fərqanə Vasif Zöhrəboğlu. Çoxdur gənclərimiz, ümumiyyətlə istedadlı gənclər çoxdur, yetişir. Ruslan Dostəli. Çox gəncdir, amma istedadlıdır. Kaş, yəni ki, bilirsiniz necədir, belə də gedələr, bu qayda ilə. Yəni, özləri də arxainlıq yaranmasın. Daha çox mütaliə eləsinlər, daha çox oxusunlar, daha çox öyrənsinlər, belə. Fərqanə xanım, əgər insan ömrünü bir lent yazısı kimi götürsəydik, siz öz həyatınızı o lent yazısında əvvələ gətirsəydiniz, hansısa bir epizodu, hansısa bir günü, hansısa bir anı silmək istəyərdiniz ömrünüzdən? Var elə anlarım, var. Həyatda da insan yaşadıqca yəni cürbəcür hadisələrlə rastlaşır, peşmançılıq da olur, uğur da olur. Nə bilim, amma mənə elə gəlir ki, Allah vericisidir yazmaq, yaratmaq, yəni bu Allah vericisidir. Amma mən bu qədər qələmə bağlanmazdım, bu qədər şeirə bağlanmazdım. Yəni, keçmişə qayıtsaydım, bir dəfə bir şeirim var, uşaqlarım
xəstə oldum, uşağım dedi, dedim neçə gündür şeir yazmıram. Qızım dedi ki, ana, canının hayında yox, şeirin hayındasan. Onda mən bir şeirim var, uşaqlarıma deyirəm ki, elə bir ki, onların ayaqlarına döşənib deyirəm ki, bu da xasiyyətli, cəhətli deyin, sənə söz deyənin nə həddi deyin, başına bir sənət qəhətli deyin, siz məni qoymayın şair olmağa. Keçin qabağıma, yolumu tutun, biraz ərkələyib qolumu tutun, hərəniz bir yandan əlimi tutun, siz məni qoymayın şair olmağa. Bacarın, içimdən çıxarın məni, biraz da incidib çıxarın məni, girdiyim küncümdən çıxarın məni, siz məni qoymayın şair olmağa. Yandırın kağızı, yanacaq edin, sındırın qələmi, oyuncaq edin, üçbətli şeirimi üçbucaq edin, siz məni qoymayın şair olmağa. Qəbrinin qapağı açıqdır deyin, qurduğun yurd yuva uçuqdur deyin, ay ana, atamız yazıqdır deyin, siz məni qoymayın şair olmağa. Şairlər bölünməz bütün olurlar, tüstüsü çıxmayan tütün olurlar, şair balaları yetim olurlar, siz məni qoymayın şair olmağa. Taleyin köçmə köçü çatmadı, istədim 5 alam, 3'ü çatmadı, atamın anamın gücü çatmadı, siz məni qoymayın şair olmağa. Fərqan xanım, sizin bir şeirinizi oxumuşdum hardansa, qızım məndən sevgi şeiri istəyir. Hə, bax o bayaq dedim, Fikrə Sadığın gözəl şairimizin sözüdür, deyir, gördüyü gərək tuta biləsən. Qızım məndən sevgi şeiri istədi. Yəni sən niyə sevgi şeiri az yazırsan, ata düz deyir, elə zaman şeirləri çox yazırsan, Qarabağdan çox yazırsan, bu da təbii haldır ki, qızın yəni yəqin Qara qızın dərdi olan kimi, qara qızın dərdi varmış, o şeiri məndən istəmişdi. Baxıb gülümsəyir uşaqlıq çağı, daha qarışdırmır qaranı, ağı, sürüşür əlindən kitab varağı, məndən sevgi şeir istəyir qızım. Bahar libasını bəzəyə, geyə, açır əllərini eləcə göyə, gündə neçə kərə baxıb güzgüyə, məndən sevgi şeir istəyir qızım. Elə nə deyirəm bu qız istəmir, boylanır göylərə ulduz istəmir, var dövlət istəmir, cehiz istəmir, məndən sevgi şeir istəyir qızım. Zərif yanağında açılır çiçək, gözləri gündüzdən günəş dərəcək, görəsən oxuyub kimə verəcək, məndən sevgi şeir istəyir qızım. Nə sola çıxır, nə sola düz çıxır, nə sağa bilmir, hayandan çıxıbdı bu dağa bilmir, bunu quşlar qonan bu dağa bilmir, məndən sevgi şeir istəyir qızım. Mənzilə qalxıram, o düşür bəmə, bişirin misranı qoyuram dəmə, deyir qurban olub. Atama demə, məndən sevgi şeir istəyir. Çox sağ olun. Yəni bu şeir mən tələbələrin ən çox sevdiyi şeirdir. Mən bəzən universitetlərdə, görüşlərdə olanda bu şeiri məndən çox istəyirlər və çox da ürəklərinə yağ kimi yayılır. Fərqan xanım, bayaq ana haqqında danışdıq. Siz sanki ananızın itkisini hardasa biraz normal qarşıladınız. Sanki ona bir belə deyim də bir etiraz etmədiniz. Bu nə ilə bağlıdır? Bilirsiniz necə? Yəni adam ümumiyyətlə analar ölmür. Analar ölmür. Yəni mən elə bilirəm ki, bir şeirim var, Hayana gedib anam. Yəni anam rəhmətə gedəndən sonra da mən silsilə şeirlərim oldu. Sağ olsun bizim gözəl istedadlı şair tərcüməçimiz var, Sevil Gültən. Ana haqqında söz şəkili çəkən şairi adında bir yazı yazmışdı o ana şeirlərim haqqında. Anam rəhmətə gedəndə o şeiri yazmışdım. Elə bilirəm ki, anam gələcək. Anam yəni ölməyib, anam sağdır. Yəni ana əbədi necə deyim, analar ölmür. Yəni ona görə mən normal qarşıladım deyəndə bəlkə də məni o bayaq dedi sənə dəyən zərbə o qədər məni yandırıb yaxan heç nə olmayıb. Gəzirəm qərib-qərib, nə ümid var, nə inam. Adam qalmır soruşum, hayana gedib anam. Uşaqları yanında canını qoyub gedib, atam təzə aldığı donunu qoyub gedib. Qaranlıqda itənim işığa oxşayırdı, elə qocalmışdı ki, uşağı oxşayırdı. 7 uşaq yellədən 5-i qalıb belə, kəndi, kəsəyi, evi, eşiyi qalıb belə. Dindirəndə can deyən adımı qoyub gedib, möcüzəyə bax Allah, dəli kimi sevdiyi atamı qoyub gedib.
Dözənmir yoxluğuna, həyat bacı ağlayır. Hər səhər dən səpdiyi, toyuq cücə ağlayır. İçində dolu su da sənəyə küsüb Allah. Neçə gündür süd vermir, inəyə küsüb Allah. Doyunca geymədiyi, toyluğu qalıb orada. Anasından yadigar yaylığı qalıb orada. Bəlkə uçub göylərə, günəşlə, ayla gedib. Üz gözündə bayatı dilində layla gedib. Gəzirəm qərib-qərib. Nə ümid var, nə inam. Siz deyən adamlar. Hayana gedib ana. Belə. Fərqanə xanım, o ananızın yaşadığı o kəndə, o həyata bacaya gedəndə necə xatırlayırsınız o günləri, hansı hissləri keçirdirsiniz? Elə bilirəm ki, bilirsiniz necə, yəni əslində adam valideynlərini itirəndən sonra kənd kəsəyə biraz az dönür biraz. Kənd kəsəkdən biraz elə bir ki, özü dönür, bilmirəm niyə. Nə dərdim varsa anam bilirdi, deyəndə ürəyim dönürdü dağa. Daha qabağıma yüyürənim yox, gedirəm torpağı qucaqlamağa. Gedirəm dağ, dərə təpə bilmirəm, gedirəm çay, dəniz ləpə bilmirəm, elə itirmişəm tapa bilmirəm. Gedirəm torpağı qucaqlamağa, nəysə bu bir uzun şeirdir. Yəni adam elə bilirsən necə, elə bir ki, biraz sınırsan kənddən. Çox şey xatırlayırsan, hə, belə. Fərqanə xanım, bayaq dediniz bir oğlum var, bir qızım. Oğlunuzu evləndirmisiniz? Yox, subaydı. O da məndən sevgi şeiri istəyir. O da istəyir sevgi şeiri. Sizcə ana olmaq hissi, qaynana olmaq hissi, bunlar hansı anlamdadır, ümumiyyətlə fərqləri varmı? Yəni siz də qaynana olacaqsınız. Mənim rəhmətli qaynanam olub. O bəzən hərdən deyilər ki, qaynana gəlin münasibəti mənə çatmır. Mənim rəhmətli qaynanam olub. İnanın mənə, biz ana-bala kimi olmuşuq. Niyə ki ora? Çünki bəlkə də o doyum məsələsi var. Mənim qaynanam rəhmətli vaxtı ilə gözəl səsi olub. O vaxtda bu Respublikada çoxdan da, yəni o müsabiqə olub, o gəlib orada, yəni kəsmə-şikəssə oxuyurmuş. Yəni ona görə mən həmişə görürüm ki, qaynanam elə oxuya-oxuya gəzir. Oxuya-oxuya çörək də bişirəndə, yemək də bişirəndə, yəni ona görə bir qəribə bir bizim ruh yaxınlığımız olub. Mən özüm də, inanın mənə, oğlumun sevdiyi qız var, nə gizlədim, yəni mən onunla bu dəqiqə hər gün danışıram, hər gün yazışıram. Yəni elə biləm ki, mənim doğma balamdır, yəni belə. Azacıq da olsa bir ana kimi qısqanclıq yoxdur? Yox, heç vaxt ola bilməz. Yəni bir ana kimi yanaşırsınız. Niyə görə? Yəni o mənim balama, bilirsiniz necə, mən bir müsahibəndə bir sual vermişlər mənə, ömürgün yoldaşına münasibətini demişdim ki, mən artıq o balam kimi sevirəm. Bu ifadəyə görə üzr istəyirəm. Yəni qızımın 26 yaşı var, 27 yaşı var. Mən 26 ildir, 27 ildir yoldaşımla bir yerdə yaşayıram. Mən artıq ona balam kimi sevirəm. Balamın qayğısını nə qədər çəkmişəmsə, ona da o qədər yanmışam. Bildiniz necə? Başa düşdüm. Yəni o acdırsa o üçün də o qədər mən narahat oluram. Balam da yəni bu gün yəni fikirləşirəm ki, bu gün evdə xörək vaxtında hazır olmalıdır. Yəni mən ona o dərəcədə, yəni balama yandığım qədər belə də fikirləşirəm də o da mənim balama elə yanacaq. O da mənim balama elə baxacaq. Mən gəlin əslində evladı, oğlu çox ürəklə təhvil verdiyim bir varlıqdır. Mən elə başa düşürəm. Qohumlardan da yoxsa uzaq? Yox, qohum deyil, amma yəni... Siz seçimisiniz yoxsa övladı? Yox, öz seçimidir. Yəni çox da razıyam. Yəni Allah qismət eləsin, Allahın qismətidir. Amma çox da razıyam ki, çox duyğulu, çox yəni necə deyim, şeir sevəndisə, deməli çox yaxşıdır. Şeiri sevən adamlar tamam başqa cür olur. Mən elə gəlir. Bir nəvəniz var. Bəli, sevgi. Övlad sevgisi var, nəvə sevgisi var. Mənə elə gəlir, bu sevgilər biraz müxtəlifdir. Nəvə balanın təkrarıdır. Yəni iki qatıdır, yoxsa? Təkrarı, necədir? Məsələn, hərdən deyirlər, dövlətdə dəvə, evladdan nəvə. Mənə elə gəlir ki,
yəni nəvənin sevgisi bəlkə də evladdan da çoxdur. Niyə görə? Elşad, mən evladıma layla çalanda, üstəlik də yazar qadını götürək də, yəni bir laylası şeirin yanında qalır, bir fikri qalır evladın yanında. Ona görə də, yəni, mən fikirləşirəm ki, mən evladımı doyunca görməmişəm, doyunca ona sevgi verməmişəm. Amma indi mən nəvəmdə görürəm onu. Elə biləm ki, o qızımın uşaqlığıdır, qızımın körpəliyidir. Yəni, onda indi gənc olmuşam, yəni o belə indiki kimi ayıq olmamışam da, yəni o böyük sevgini belə dadmamışam. Ged-gedə insan yaşadı olduqca fikirləşirsən ki, hə, sevginin böyüklüyü nədir? Mən indi onu, məsələn, mən uşağımın, qızımın addımını da, yəni danışığını da, hər şeyini o nəvəmin yerişində, duruşunda görürəm, onun gülüşündə görürəm. Deyirəm, bax, Ülkər də belə olub, ha. Bu belə. Fərqanə xanım, bizim böyük şairimiz Nüsrət Kəsəmənli deyir ki, iki sevən arasındakı üçüncü adamı uğurlamaq istəyirəm. Siz həyatınızda və yaxud da ətrafda kimləri uğurlamaq, belə deyək, silmək istəyərdiniz? Əslində, biz necədir, sevgi, əslində düzdür, sevgi iki şəxsə məxsusdur. Yəni, ailə sevgisindən gedirsə, o ailə müdaxilədən gedirsə, yəni ailə özü bir-birinə tam başa düşməlidir, bir-birinə münasibəti, yəni özünün bütöv olmalıdır. Qaldı ki, o üçüncü adamlara gərək fikir verməyəsən. Yəni, onun üçüncü adam olmaq ümumiyyətlə düzgün deyil, iki sevən arasında. Belə. Yəni, elə uğramaq istədiyim elə bir kimsələr yoxdur. Bilirsiniz necə, mən hərdən Məlahət Yusuf qızının bir sözü var, bizim gözəl şairimiz deyir ki, Fərqanə 90 yaşında uşaq olacaq. Mən yəni adamlara o qədər çox inanıram ki, yəni mən elə bilirəm ki, hamı bir-birini sevməlidir, hamı bir-birini sevər. Gərək onu o sevgi ilə yanaşasan. Bəzən o sənə pis olan adama da sən gərək sevgi ilə yanaşasan. Fərqanə xanım, gənclik sizi bu qədər sevir, bu qədər sizə hörmət bəsləyir, yəni bunun şahidiyik. Mən də gəncləri çox sevirəm. Bunun səbəbi əsas nədədir? Yox, mən də gəncləri çox sevirəm. Yəni onlara bilirsiniz, hərdən mən belə ana deyirlər, o qədər ürəyim açılır ki, deyirəm, ay Allah, mənim gör nə qədər belə balalarım var. Bilirsiniz necə, gənclik, səmimiyyət çoxdur onlarda. Onlarda səmimiyyət çoxdur. Həm də mən o istedadlıları görəndə çox ürəyim açılır. Fikirləşirəm ki, ədəbiyyatımızın yəni gələcəyi var. Bizim veriliş vasitəsilə sonda gənclərimizə nə məsləhət eləyərdiniz? Gənc yazarlara, elə ümumiyyətlə bütün gənclərə nə məsləhət eləyərdiniz? Gənclərə arzu edirəm ki, ilk növbədə yəni öz sağlamlıqlarını qorusunlar, yaradıcılıqlarına çox diqqətli olsunlar, az yazsınlar, yaxşı yazsınlar. Yəni gündə çox şeir yazın, çox gündəmdə görünüm yox. Az yazsınlar, yaxşı yazsınlar. Böyüklərə hörmətlə onsuz elədilər, yəni. Böyüklərə hörmətlə yanaşsınlar. Yəni özündən əvvəlkiləri danmasınlar. Və belə, özündən sonra gələn nəslə də yəni onlar qayğı ilə yanaşsınlar. Ola bilər ki, bugün 30 yaşında, 25 yaşında gənclikdir. Ola bilər ki, orta məktəbdə oxuyan gözəl bir yazar var. Məsələn, istedadlı da. Onlara qayğı ilə yanaşsınlar. Bu belə yəni. Bir də yəni mən həmişə demişəm, ailə quranda çox diqqətli olsunlar. Öz ruhlarına uyğun, öz xasiyyətlərinə uyğun, yəni qızlar oğlanla, oğlanlar da qızla evlənsinlər. Ən birinci öz oxucuları ilə ailə qursunlar. Əsas odur. Əgər elə olsa ömrü udacaqlar. Elə yaradıcılıqda da, həyatda da ömrü udacaqlar. Fərqanə xanım, istəyərdiniz ki, hansısa bir məsələn sualı biz sizə verək. O hansı sualdır? Bu qədər sual var ki.
Elə danışdıqlarımızın hamısı sual idi də. Bilirsən nə qədər sual qaldı. Danışsam 40 gün 40 gecə qurtarmaz. Bu yaxında 50 illik yubileyiniz olacaq. Bəli. Mənə də dəvət eləmisiniz. İnşallah, Təşəkkür bəli, eləyirəm. çox Çox sağ olun. Nə deyə bilərsiniz tədbir haqqında? İnşallah iyunun 4-də Yazıçılar Birliyi Natavan klubunda keçiriləcək. Mən orada yəni inanıram ki, mənim oxucularım mənim görüşümə gələcək. Bəlkə də bu bir hesabatdır. Bəlkə də bu bir oxucularla, dostlarla görüşdür. Bu bir bəhanədir. Yəni 50 yaşın bəhanəsidir. Əslində mən həmişə demişəm, şairin yaşı olmur. Belə. Fərqanə xanım, bir daha təşəkkürümüzü bildiririk sizə. Bizə vaxt ayırdınız. Həqiqətən Çox sağ olun. bizim üçün çox önəmlidir. Bəli. Dəyərli vaxtınızı bizə ayırdınız. Maraqlı oldu söhbətimiz. Bir daha sizə təşəkkürümüzü Çox sağ olun. bildiririk. Minnətdarıq sizə. Çox sağ Çox olun. sağ olun. Nə yaxşı ki siz varsınız. Çox sağ olun. Nə yaxşı ki siz də varsınız. Hörmətli tamaşaçılar, bununla da verilişimiz sona çatdı. Xatırladım ki, verilişimizin qonağı gözəl və dəyərli şairimiz Fərqanə xanım Mehdiyeva idi. Sağ olun, gələn görüşlərə qədər.